Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Rasulina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Esselamu aleykum ve rahmetullah. Əziz qardaş və bacılarım, Allah Azze ve Celle asanlaşdırarsa, bugün önemli gördüğüm bir mövzuda, hətta təkrar nəsihət edilməsi gereken bir mövzuda, həm öz nəfsimə, həm də müsəlman qardaş və bacılarıma nəsihət etmək istəyirəm. Və o da, dərsin başlığında göründüyü kimi, gözlərimizi Allah Azze ve Celle'nin haram etdiyi şeylərdən qorumaqdır. Və çox təəssüflər olsun ki, yaşadığımız zaman səbəbilə və həmçinin yaşadığımız yer səbəbilə, bu çağ səbəbilə bugün müsəlmanlar bu fitnəyə daha çox düşür. Və bugün bu dövrdə yaşayan müsəlmanların bu fitnələrdən qorunması daha çətindir. Və bu fitnə bizim həm dünyamıza, həm dinimizə zərər verir və belə olduqda labüddür ki, bu mövzu tez-tez zikr edilsin, xatırladılsın, ta ki müsəlmanlar gücləri yetdiyi qədər bu barədə qoruna bilsinlər. İmam Qurtubi rahimehullah buyurur ki, "El-basaru huvel-babul ekberu iləl-qalb." Göz qəlbə açılan ən böyük qapıdır. Bəli, əziz dəyərli qardaşlarım, bu bir həqiqətdir. Qəlbə açılan ən geniş qapı göz qapısıdır. Və kim bu qapını qoruyarsa, bu dünyada sahib olduğu ən əzəmətli cövhəri, yəni Rəbbinin yeri, baxdığı yeri qorumuş olar. Nədir bizim Rəbbimizin baxdığı yer? Heç şübhəsiz ki, o qəlbdir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, "İnnallâhe lâ yanzuru ilâ suvarikum və amvalikum, vəlâkin yanzuru ilâ qulubikum və a'malikum." Allah Azze ve Celle sizin xarici görünüşünüzə və mallarınıza baxmaz. Lakin sizin qəlblərinizə və əməllərinizə baxar. Və belə olduqda əziz müsəlmanlar, demək ki, bizə düşən nədir? Bizə düşən maksimum dərəcədə qəlbimizi qorumağa çalışmaqdır. Və əgər indi gördüksə ki, bu qəlbə gedən yollardan biri də bizim gözlərimizdir, demək ki, bizim baxdığımız şeylərin birbaşa qəlbimizlə əlaqəsi olacaq. Bizim baxdığımız baxışlar bizim qəlbimizdə bir iz qoyacaq. Ya yaxşı anlamda, ya da pis anlamda. Və ey əziz müsəlmanlar, gözünü haramdan qorumağı təcrübə edən və bunda davamı olan elə bir kəs yoxdur ki, o heyrətamiz bir lütflə qarşılaşmasın. Bu möcüzəvi halı dadan kəs bir daha geri dönməz, onu itirmək istəməz. Yəni Allah Azze ve Celle bu ibadətin sonucunda, bu təslimiyyətin, bu təqvanın sonucunda ona elə nemətlər bəxş edəcək ki, bunu bir daha dadan, bir daha geri dönmək istəməz. Rəvayət olunur ki, Musa aleyhisselam münacətlərin birində belə demişdi. Yəni Rəbbinə dua edərkən belə demişdi. Ya Rabbi, acibtu mimmen yeciduka, thumme yerci'u anke. Fəqal Allah, ya Musa, İnne men vecedeni la yerci'u anni ve ma raca'a men raca'a illa anit tariq. Ey Rəbbim, səni tapanın yenidən səndən üz çevirməsinə təəccüb edirəm. Allah Azze ve Celle dedi ki, ey Musa, məni tapan kəs məndən üz çevirməz. Geri dönənlər ancaq yoldan dönənlərdir, yəni yoldan qayıdanlardır. Yəni Allah Azze ve Celle bizə başa salır ki, istiqamət yolundan sapanlardır. Əslində onlar heç Allah Azze ve Celle'yə çatmamışdılar. Onlar hələ yolun yarısındaykən tələsdilər, səbir etmədilər və geri döndülər. Lakin ilahi sevgiyə və vəlayət məqamına, yəni Allahın dostluğuna, yaxınlığına həqiqətən yetişən kəsin isə Allahın diləməsi istisna olmaqla geri dönməsi mümkün deyil. Ən böyük nura qovuşan kəs yenidən zülmətlərə qayıtmaz. Necə mümkün olsun ki, yəni insan fitrəti gözəl bir şeyi daddı mı, gözəl bir şeyi gördü mü, ondan geri dönmək istəməz. Yəni bu daha dünyavi məsələlərdə, yəni adi bizim yediyimiz yeməklərdə belədirsə, indi düşünün bu cür ilahi bir sevgi, ilahi bir yaxınlıq, Allah Azze ve Celle'nin dostluğu və bu dostluqdan qaynaqlanan bir sıra mənəvi nimətlər. Və sual olunsa ki, dünyada gözü haramdan qorumağın faydası nədir? Ahirətdən əvvəl buradakı həyatımda şəxsən mən nə qazanacam? O zaman deyərik ki, həyatında hiss edəcəyin ilk fayda imanın şirinliyi və Allahın yaxınlığını qəlbində güclü şəkildə duymağındır. Əgər bunda davamlı olsan, Rahman səni onu zikr edərkən qəlb incəliyi və göz yaşı tökməyin ləzzəti ilə mükafatlandırır. Subhanallahil azim. Bu, insanın uca bir mənəvi aləmə daxil olduğu səmavi bir ləzzətdir. Əgər bu yola girəriksə, bu ibadəti yerinə yetirməyə çalışaraqsa, Allah Azze ve Celle'nin yanındakiləri umaraq, gözlərimizi qorumaya çalışaraqsa, daha biz ahirete çatmadan Allah Azze ve Celle dünyada bize bunu hiss elətdirəcək, daha dünyada bize bunun qarşılığını verəcək. Və ən birinci əldə edəcəyimiz fayda da imanımızın şirinliyi olacaq.
Rəbbimizin yaxınlığını qəlbimizdə hiss etmək olacaq. Və vallahi bu çox əzəmətli bir nemətdir. Zaman-zaman hamımız bunu təcrübə etmişik, hamımız bunu yaşamışıq. Bəzən hallarımız olur ki, Allah Azza və Cəllə bizə lütf edir, imanımızı artırır, Rəbbimizlə baş-başa qalırıq. Rəbbimizə gözəl bir şəkildə dua edirik, Rəbbimizlə sanki söhbət edirik, dərdlərimizi, bütün problemlərimizi Rəbbimizlə bölüşürük, sıxıntılarımızı Rəbbimizə danışırıq, Allahdan təskinlik istəyirik və o duanın sonucunda Allah Azza və Cəllə qəlbimizə elə bir rahatlıq, elə bir sükunət qoyur ki, bütün dünya sıxıntılarla bərabər bizim gönlümüzdə bir heç dəyərinə inir. Çünki Allah Azza və Cəllənin yaxınlığını istəyirik və Rəbbimizin yaxınlığının yanında, onun dostluğunun yanında, onun mərhəmətinin yanında digər sıxıntılar, digər problemlər nə zərər verə bilər ki? Və deyildiyi kimi, gözünü haramdan qoruyanın Allah qorxusundan axan göz yaşları bol olar. Əgər buna davam edərsə, onun bəsirət gözü, yəni qəlb gözü açılar. Beləliklə, ona Allahın Azza və Cəllə sevgisindən və yaxınlığından xəbər verən kəramətlər, kəşflər və işarətlər gəlməyə başlayar. Bəli, əziz müsəlmanlar, əgər biz bunda davamlı olmağı bacararıqsa, görən gözümüzlə yanaşı, bir də Allah Azza və Cəllə bizə bir bəsirət neməti verir. Yəni, sələflərimizin həyatına baxdıqda, bəzi salih sələflərimiz var ki, bu bəzi abidlər olur, zahidlər olur, bəzi alimlərimiz olur. Baxırıq ki, onların həyatında Allah Azza və Cəllə onlara elə bir şeylər verir ki, baxıb deyir ki, yəni bu sadəcə elm məsələsi deyil. Yəni bu şey kitablarda əldə ediləcək bir elm deyil. İnsanların zahidliyindən, təqvasından və Allaha olan yaxınlığından dolayı Allah Azza və Cəllə onlara elə bir nemətlər verir ki, onlara elə bir heybət verir ki, Allah Azza və Cəllə öz yaxınlığını onlara elə hiss etdirir ki, sanki onlar başqa bir dünyada yaşayır, sanki onlar bizdən deyirlər. Və bu öz bərabərində Allah Azza və Cəllənin bizi sevməsini və bizə yaxın olmasını bizə göstərən bəzi əlamətlərə də ortaya çıxarar. Yəni bəzi şeylər var ki, insanlar fərqinə varmaz, amma sən o yaşadıqlarından, o başına gələnlərdən, o həyatını təcrübə etdiyin şeylərdən anlayarsan ki, Rəbbin səni sevir və Rəbbin sənə yaxındır. Və bundan daha ali, bundan daha gözəl bir sevgi ola bilər ki, bununla bitirmi? Bununla da bitmir. Bundan sonra isə duaların qəbulu məqamı gəlir. Artıq insan duaları müstəcəb olan bir insan həyatına çatır. Düşün, Allah Azza və Cəllə dualarını demək olar ki, tamamlı yaxına qəbul edir. Yəni, sənin sanki əlində elə bir silah var ki, onunla hər şey əldə edirsən. Və əgər insan Allah Azza və Cəllə bərabər keçən həyatın bu mərhələsinə və bu xoşbəxtlik dərəcəsinə çatarsa, dünyanın alçaq ləzzətlərini bu səmavi, müqəddəs yüksəlişdən üstün tutması mümkün deyil. Çünki artıq Allah Azza və Cəllə ilə insan yaxınlaşdıqca artıq dünyaya və dünyanın içindəkilərə öz ölçülərlə baxmağa başlamır. Artıq Allah Azza və Cəllənin baxmamızı istədiyi ölçülərlə baxmağa başlayırıq. Nə zaman ki öz ölçülərimizlə baxırıq, dünyanın dərdləri də böyüyür, gözümüzdə gözəlliklər də artır, problemlər də şiddətlənir. Amma nə zaman ki Rəbbimizin baxışlarına baxırıq, onun baxmamızı istədiyi şəkildə baxırıqsa, onun gözündə dəyərsiz olduğu kimi bizim gözümüzdə də dəyərsiz olur. O problemlər onun yanında çox asan və dinləməsi də keçən bir problem olduğu kimi bizim yanımızda da o hala gəlmiş olur. Bu, Allah Azza və Cəllənin öz mömin quluna bəxş etdiyi ən böyük mükafatlardandır. Çünki kim Allah Azza və Cəllə üçün bir şey tərk edərsə, Allah Azza və Cəllə onu ondan daha xeyirlisini əvəz olaraq verər qardaş. Bu bizim Rəbbimizin əşşəkur olmasından, mərhəmətli olmasından, adil olmasından irəli gəlir. Qullarını sevməsindən irəli gəlir. Yəni biz Rəbbimizə tərəf gedəcəyik, Rəbbimiz bizə tərəf gələcək. Biz 1 verəcəyik, Rəbbimiz 10 verəcək. Biz 1 addım atacağıq, Rəbbimiz 5 addım atacaq. Bu dediklərimizə dəlil olaraq Peyğəmbər sallallahu aleyhi ve sellemin bu hədisini zikr edə bilərik. Allah hədisi buyurur ki, "Mə min muslimin yanzur ilə mahasinil imra awwal marra, thumma yaghuddu basarahu illa axlafallahu lahu ibadatan yecidu halavataha." Hər hansı bir müsəlman bir qadının gözəlliyinə baxdığı ilk baxışdan sonra gözünü haramdan çevirərsə, Allah Azza və Cəllə ona şirinliyini tapacağı, şirinliyini hiss edəcək bir ibadət bəxş edər. Subhanallahil azim. Nə qədər həsrətində olduğumuz bir mövzudur ki, ibadət etməklə yanaşı ibadətdən şirinlik alaq. Bugün əksər müsəlmanların, əksəriyyətimizin dərdi təkcə ibadət edə bilməmək deyil. İbadət etdiyimiz ibadətlərdə də şirinliyi tapa bilməməyimizdir. Allahın rəhm etdiləri müstəsna əksəriyyətimiz bundan şikayət edirik. Namazlarımız olsun, oruclarımız olsun, zikirlərimiz olsun,
və yaxud Quran oxumaq olsun və ya digər salih əməllər, bu ibadət nə zaman bizə ləzzət edir? Ondan şirinliyi aldığımız zaman, qəlbimiz nurlandığı zaman, köksümüz genişləndiyi zaman. Hakim o Təbərəninin Peyğəmbər sallallahu aleyhi ve sellemdən rəvayət edən hədisdə, onun da Rəbbindən rəvayət etdiyi qudsə sizə belə buyurulur. Ənnən nəzrətə səhmun min səhəmi iblis məsmum. Ənnən nəzrətə səhmun min səhəmi iblis məsmumin mən tərəkəhə min məxafəti əbdəltuhu imanən yecidu halavətəhu fi qalbihi. Allah Azze ve Celle buyurur ki, haram baxış iblisin zəhərli oxlarından biri oxdur. Kim məndən qorxduğu üçün onu tərk edərsə, mən ona qəlbində şirinliyini duyacağı bir iman bəxş edərəm. Subhanallahil azim. Allah Azze ve Celle qullarına vəd verir. Həm qorxudur, xəbərdar edir və bu qorxunun, xəbərdarlığın sonucunda da Allah Azze ve Celle müjdələyir. Bax, belə bir təhlükə var, belə bir fitnə var. Kim bu təhlükədən qorunar, kim bu fitnəni tərk edərsə, əvəzi olacaq, əvəzi Allah Azze ve Celle'nin bizim qəlbimizə iman şirinliyini qoyması olacaq. O içimizə daşıdığımız imanın şirinliyini dadmağa başlayacaq. Necə ki, İslam'a təzə gəldiyimiz vaxtlarda, yeni iman gətirdiyimiz vaxtlarda hamımızın dadda bir iman şirinliyi var idi. Zaman zaman keçdikcə, ibadətlər adləşməyə başladıqca, günahlarımız çoxalmağa başladıqca biz o daşıdığımız imanın şirinliyini hiss etməməyə başladıq. Mücahid rahimehullah buyurmuşdu. Qaddul basari an maharimillah yurisu hubballah. Gözü Allahın haram etdiklərindən qorumaq insana Allah sevgisini qazandırar. Həmçinin salihlərdən biri belə demişdi. Kulləmə qaddal muslimi basarahu anil haram izdadal imanu fi qalbihi. Müsəlman gözünü haramdan hər dəfə qoruduqca qəlbindəki iman artar. Vattesa'an nuru fi fuadihi və könlündəki nur genişlənər. Yanşurun nuru, yantaşirun nuru ilə cavarihihi və təbkil aynu minəl xəşyəti və yəskunul cəsəd minəl heybə fəində zəlikə yətətəllə'u iləl məzidi minəl qad fəyəğuddu qalbəhu an kullu mə yəsiballah. Və buyurur ki, o nur onun bütün bədən üzvlərinə yayılar. Gözü Allah qorxusundan yaşarar, bədəni isə ilahi heybətdən huzur tapar. Bax, o zaman insan daha çoxundan nəfsini çəkindirmək üçün can atar və nəticədə qəlbini Allahdan başqa hər şeydən çəkər. Fələ yara bi'aynihi illə fi'lallah və la yesma'u bi'uzunihi illə mə yurdillah. Belə də olduqda artıq gözü ilə Allahın feillərindən, Allahın təcəllisindən başqasını görməz. Qulağı ilə də Allah Azze ve Celle'nin razı salan şeylərdən başqa bir şey eşitməz. Və ində zəlikə yetəzəvvəqu qalbuhu halavətə qurbillahi minhu. Bax, o vaxt onun qəlbi Allaha yaxınlığının şirinliyini dadar. Subhanallahil azim. Necə də gözəl demişdi. Yəni, düşünün, bunu həyatımıza tətbiq edə bilsək, bunu Rəbbimizlə aramızda gerçəkləşdirə bilsək, daha bizim imanımıza nə zərər verə bilər ki? Özəlliklə bu mənəvi dünyamızda bizə nə zərər verə bilər ki? Həmçinin Qüdsə hədisdə buyurulduğu kimi Allah Azze ve Celle buyurur ki: "Fəizə əhbəbtuhu kuntu sam'ahu allazi yesma'u bihi və basaruhu allazi yubsiru bihi." Mən onu, yəni qulumu sevdiyim zaman onun eşidən qulağı və görən gözü olaram. Subhanallah. Bu nə deməkdir qardaş? Allah Azze ve Celle bizim gördüklərimizə nəzarət edir. Allah Azze ve Celle bizim qulağımıza nəzarət edir. O gözlər onun razı olduğu şeyləri görər. O qulaqlar onun razı olduğu şeyləri eşidər. Allah Azze ve Celle Nur surəsində mömin kişilərə və mömin qadınlara gözlərini haramdan qorumağa əmr etdikdən dərhal sonra belə buyurur. Allahu nurus semavati vel ard. Allah göylərin və yerin nurudur. İbn Qayyim, Allah ona rəhmət etsin, gözü haramdan qoruma barədə belə demişdi. Ennehu yuksibul qalbə nuran kəmə enne itlaqahu yuksibuhu zulmen və lihəzə zəkərallahu ayətən nur və qayyədəl əmrə biğaddil basar fəqal kullil mu'minina yaguddu min əbsarihum və yahfazu furucahum ثم قال إسر ذلك الله نور السماوات والأرض مثل نوره كمشكاة فيها مصباح أي مثل نوره في قلب عبده المؤمن الذي امتثل أوامره واجتنب نواهيه وإذا استنار القلب أقبلت وفود الخيرات إليه من كل جانب فإذا فقد ذلك النور بقي صاحبه كالأعمى الذي يجوز في
hanadisə zalam. İbn Qayyim buyurur ki, gözü haramdan qorumaq qəlbə nur bəxş edir. Necə ki onu sərbəst buraxmaq qəlbə zülmət gətirir. Məhz buna görə Allah Azza və Cəllə Nur ayəsini zikr etmiş və gözü haramdan qorumaq əmrini qeyd edərək belə buyurmuşdu. Mömin kişilərə de ki, gözlərini haramdan qorusunlar və ayıb yerlərini hifz etsinlər. Bunun ardınca isə buyurur ki, Allah göylərin və yerin nurudur. Onun nurunun məsəli içində çıraq olan bir taxtaya bənzər. Yəni onun əmrlərinə tabe olan və qadağalarından çəkinən mömin bəndəsinin qəlbindəki nurun məsəli budur. Qəlb nurlandıqda isə xeyirlər hər tərəfdən ona tərəf axışmağa başlayar. Əgər o nur itərsə, sahibi zülmət qaranlıqlarda o nuru itirərsə, sahibi zülmət qaranlıqlarda var gəl edən kör bir kimsə kimi qalar. Allah şeyxə rəhmət etsin, nezlə məsələni gözəl bir şəkildə praktikaya endirir. Yəni təkcə ayətin mənasını yetinmir, bir də bu ayətdəki şeylər tətbiq olunduqda və ya o nemət itirildikdə bir müsəlmanın yaşaya biləcəkləri şeyləri bizə zikr edir. Bəs sual olunsa ki, axirətdə gözü haramdan qorumağın fəziləti nədir? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdu. Edmənu li sitten min enfusikum edmən ləkumul cənnə. Allah elçisi buyurur ki, siz öz tərəfinizdən mənə 6 şeyə zəmanət verin, mən də sizə cənnətə girəcəyinizə zəmanət verim. Və bu 6 şeyin içində bunu da zikr etmişdi. وَغُدُّوا أَبْصَارَكُمْ və gözlərinizi haramdan qoruyun. Və beləliklə buradan anlayırıq ki, gözü haramdan qorumaq cənnətə daxil olmağın mühüm səbəblərindən biri hesab olunur. Əbu Hüreyrə radiyallahu anhu ondan rivayet edilən hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdu. Kullu aynin baqiyatun yawmal qiyamah illa aynan gaddat an maharimillah və aynan sahirat fi sabilillah. Qiyamət günü bütün gözlər ağlayacaq. Allahın haram qıldıqlarından qorunan göz və bir də Allah yolunda oyaq qalan göz istisnadır. Əziz qardaşlarım, mənə təsir edən ən gözəl faydalardan biri də budur ki, bəzi alimlər buyurmuşlar ki, Ləmmə kənəl mu'minu tayyibu gaddan li basarihi qasirat tarfi anil harami fil dunya kənə həzəl abdu tahiru əhələn limən hiyə misluhu fi həzi sıfəti fil cənnə el-hurul ayn التي وصفها الله سبحانه وتعالى بقاصرات الطرف فلما قصر طرفه عن الحرام كان أهلا لهذه الحورية التي قصر طرفها عن جميع الرجال إلا زوجها المؤمن في الجنة الحورية التي قال عنها النبي صلى الله عليه وسلم لو اطلعت امرأة من نساء أهل الجنة إلى أهل الأرض لملأت ما بينهما ريحا ولأضاءت ما بينهما وَلَتَاجُهَا عَلَى رَأْسِهَا خَيْرٌ مِنَ الدُّنْيَا وَمَا فِيهَا. Buyurur ki, nə zaman ki təmiz bir mömin, pak bir mömin gözünü haramdan qoruyar, baxışlarını aşağı salar, o zaman cənnətdə də bu sifətə sahib olan pak bir həyat yoldaşına layiq görürlər. Uca Allahın qasiratut tarf baxışlarını yalnız öz həyat yoldaşına dikən deyə vəsf etdiyi hurilərdir. Nə zaman ki mömin qul dünyada baxışlarını haramdan qoruyar, cənnətdə də gözü öz mömin həyat yoldaşından başqa heç bir kişini görməyən o hurilərə layiq olar. Hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm onlar haqqında belə buyurmuşdu. Əgər cənnət qadınlarından biri yer əhlinə görünsəydi, göy ilə yer arasını işıqlandırar, nurla doldurar və hər tərəfi gözəl ətir bürüyərdi. Onun başındakı tacı isə dünya və onun içindəki hər şeydən daxilidir. Əziz qardaşlarım, bax beləliklə mükafat əməlin cinsindəndir. Hər kəs öz tayını tapır. Pak olanlar üçündür. Kimsə sual verə bilər ki, doğrudanmı harama heç baxmayan gənclər var? Bax, ən böyük xətalardan biri bu sualı verənin sənin insanlara öz xarakterinlə qiymət verməyindir. Məsələn, sən bir-iki dəfə cəhd edib harama baxmağı tərk edə bilməmsən və elə hesab edirsən ki, heç kəs bunu bacarmır. Əziz bacı və qardaşlarım, həqiqət isə budur ki, səmimi tövbə edib bu yolda sabit qalan, nəhayət ilahi məhəbbətə nail olan gənclər var. Allah onları bir haram baxışla belə çirkinməkdən, pislənməkdən qoruyur. İllər keçir, lakin onlar bircə dəfə də olsun harama baxmırlar. Bu Allah Azza və Cəllənin lütfüdür və onu istədiyinə bəxş edir.
Allah Azza və Cəllə özünə yaxın seçdiyi bəndəsini öz huzuru üçün pakilər və təmizləyər, onu qoruyar. Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməzlər. Qudsi hədisdə buyurulduğu kimi: "Fəizə əhbəbtuhu kuntu səm'ahu allazi yesma'u bihi və basarahu allazi yubsiru bihi." Mən onu sevdiyim zaman onun eşidən qulaq və görən göz olaram. Allah Azza və Cəllə kimin bəsirətinə özü rəhbərlik edərsə, o kimsə harama düşməz. Uca Allahdan öz lütfü, kərəmi və ehsanı ilə bizə də bunu nəsib etməsini diləyirik. Yaxşı, bəs bu harama baxmağın müalicəsindən danışsaq, necə müalicə edə bilərik bunu? Deyəlim ki, bu xəstəliyə düçar oldu. Müalicəsi qısaca budur ki, nəzərlərini başqa tərəfə çevir. Çünki səndən belini qıracaq ağır bir yük daşımağın və ya bədənini əziyyətə salmağın tələb olunmur. Tələb olunan şey çox sadədir. Sadəcə bir göz qırpımı, gözünü haramdan başqa tərəfə çevirmək. Peyğəmbər sallallahu aleyhi və səlləmin nəsiyyəti də budur. Əgər sən gəlib Allah elçisinin qarşısında əyləşsəydin və ondan bu barədə nəsiyyət istəsəydin, sənə məhz bu sözləri deyərdi. Sahabələrdən biri Peyğəmbər sallallahu aleyhi və səlləmdən qəfil baxış haqqında soruşdu. Cərir ibn Abdullah radiyallahu anh rəvayət edir ki, Səəltun Nəbiyyə sallallahu aleyhi və səlləm ən nəzrətəl fəcə fəəmərani ən əsrifə bəsari. Peyğəmbər sallallahu aleyhi və səlləmdən qəfil, istəmədən ona baxış haqqında soruşdum. O mənə nəzərimi başqa tərəfə çevirməyə əmr etdi. Qısacası, əziz qardaşım və ya əziz bacım, gözlərini çevir və rahatla. Peyğəmbər sallallahu aleyhi və səlləm Əli ibn Əbi Talibə eynən bu nəsiyyət etmişdi. Ya Ali, لا تتبع النظرة فإن لك الأولى وليست لك الآخرة. Ey Ali, baxışın ardınca yerindən baxma. O birinci baxışın dalınca ikincini gətirmə. Çünki birinci olan, o qəfil olan baxış sənindir. Yəni bu sənə bağışlanar. Amma sonraki ikinci il gəlin, bu sənin haqqın deyil. Beləliklə, ilk, əsas və ən mühüm müalicə qeyd eləyəsi olsaq, Allah Azza və Cəllənin bizə etdiyi vəsiyyətdir. Allah Azza və Cəllə buyurur ki, "Qul lil mu'minina yaghuddu min absarihim." Mömin kişilər de ki, gözlərini haramdan qorusunlar. Çünki mövzunun başında deyir ki, baxış iblisin zəhərli oxlarından bir oxdur. Bu xəstəliyin səbəbi nədirsə, bu xəstəliyin müalicəsi o səbəbin aradan qaldırılması olacaq. Əziz qardaş və bacılarım, gözü haramdan qorumaq o demək deyil ki, mən gözlərimi yumub gəzməli və gedib divara çırpınmalıyam. Xeyr, gözü qorumaq diqqəti cəlb edən, cazibədar birinə baxarkən onun üzərində cəmlənməmək, nəzərləri onun üzərində toplanmaqdır. Yəni bu həm kişiyə, həm qadına aiddir. Qadın da yaşlı bir gəncə baxarkən nəzərlərini diqqət çəkən, gənc olan, nəzərləri özünə cəlb edən bir gəncə baxarkən baxışlarını onun üzərində toplamamalıdır. Gözü qorumaq qapalılıq, həddindən artıq sərtlik və ya dünyadan, cəmiyyətdən təcil olmaq demək deyil. Bunun dəlili isə elçilərin bazarlarda gəzməsi və yemək yeməsidir. Necə ki, Uca Allah buyurur ki, وَقَالُوا مَا لِهَذَا الرَّسُولِ يَأْكُلُ الطَّعَامَ وَيَمْشِي فِي الْأَسْوَاقِ. Dedilər ki, bu nə peyğəmbərdir ki, yemək yeyir, bazarlarda gəzir. Mömin təbii bir insandır, lakin o hörmətli və alicənabdır. O, gözlərini gəlib gedəni zilləmədən də həyatdan zövq almağı bacarır. Və sonda isə bunu deyirəm, əgər sən harama baxmaq ləzzətini, buna imkan olduğu və səni kiminsə görmədiyi halda sırf Allah sevgisi, ona yaxınlıq həsrəti və onun razılığı üçün tərk etsən, Allah sənə yer üzünün məliklərinin belə dadmadığı bir ləzzət bəxş edəcək. Elə bir ləzzət ki, məxluqatın dili onu təsvir etməkdə aciz qalar. Bu, ilahi sevginin ləzzətidir. Göylərin və yerin nuru olan Allahın Cəllə Cəlaluhu yaxınlığını hiss etməyin verdiyi ləzzətdir. Kim dadarsa tanıyar, tanıyan yüksələr. Həqiqətən, dünyada bir cənnət vardır ki, ora daxil olmayan axirət cənnətdən də girə bilməz. Necə ki deyilmişdi, qəlb paklaşdıqca incələr, incəldikcə saflaşar, saflaşdıqca dadar, daddıqca da üstünləşər, üstünləşdikcə də həsrət çəkər, həsrət çəkdikcə də çalışar, çalışdıqca isə üzərinə cənnət mehləri əsər, beləcə itaətdən sevinç duyar və insanların ən xoşbəxtinə çevirilər. Və sonunda dua edirəm ki, Allahım gözlərimizi pak et, Allahım nəzərlərimizi təmizlə, Allahım bəsirət gözümüzü aç. Allahım bizi sənə yaxın olan dostlarından et, bizi sənin uca yaxınlığına layiq olan seçilmiş pak və təmizlərdən et. Subhanəkə Allahumma bihamdik, əşhədu ən la ilahə illə ənd, əstəğfiruka və ətubu ileyk.